Hamınıza sağlam dostlar, necəsiz? Nəsə bu aralar videolar ardınca və yaxud tez-tez ata bilmirəm. Ona görə üzrlü sayın. YouTube buraxdım deyərəm. Və yaxud da ki, lap uzun bir müddət çəkməsəm bilərsiniz ki, buraxmışam. Ki də bir müddətdən sonra zaten buraxasıyam. Neysə. İndi sizə bəzi şeyləri almışam, yəni almışam bəzi şeylər deyim. Onları göstərəcəm. Bir də ki, bir dənə hədiyyəmiz var. Mənə hədiyyə veriblər. Tanımadığım bir kəs. Bir atamın dostunun dostumu nəsə bir şey mən tanımıram axı. Amma bu günləri gördüm özüm. Hər nəysə, bir dənə cücə pay verib. Çolpadır, cücədir. Amma günlüyüm bilmirəm. Bunların yanına atacağım. Bunlarla boy olar deyil, boyda olar. Döyməzsiniz inşallah, hə? Kənd cücəsinə oxşur, baxın belə bir şeydir. Nə də tüklü xoruzdur. Ayaqları da tüklüdür, kənd cücəsidir. Yəqin ki, qanatlar bax, teyarə oxşur. Teyarə. Soruşacağım neçə aydır, Allah cəzanı versin. Batırdı. Elə bir şeydir. Amma bu teyarə qanatlıdır. Amma neçə günlükdür onu bilmirəm. də bunu baxıldığı yemə göstərəcəm sizə. Maşallah hər cür, hər növ yemdən var. Elə bir toyuq da saxlayırlar. Yəqin ki, o yemlərlə böyüyüblər də. Baxaq boyuna. Döymüyün, o da sizin bir qardaşınız, yaxşı. Baxın, buradan birini itirmişdim. 11 dənə idi, biri ölmüşdü. 10 dənə qalmışdı. Xəbəriniz yoxdur deməmişim çünki. Gəldi yerinə 11 oldu. Elə bir ölü geri döndü. Şükürlər sənə yarabbim. Neysə. İndi bunu buna verdikləri yem göstərəcəm indi sizə. Deməli buradadır. Neysə, açmayayım tam. Nədir göstərim. Buğda yarmasıdır, lap qırıq forması. Buğdanın qırığı, buğda qırığı lazım idi. Buğda qırığı gəldi. Cücə çıxmışdı. Sonra burada nə var? Bunu açmaq istəyirəm. Mənə də maraqlı gəlir. İçində nələr var bunun? Təkəndən aça bilsəm. Neysə, qəribə interesli şeylər var içində. Və də qəribə bir şeylər. Neysə, anlamadım. Baxacağım indi. Arpa. Arpa nədir? Düyü. Düyü də. Bu nədir? Arpa. Buğdadır. Bu nədir? Oy, vay. Nədir düyü? Aş pişirər. Toyuqlar aş pişirərəm. Nədir düyü? Düyü nə alaqa? Yumru düyü deyə. Tam dovğalıq. Nəsə. Deməli bununla böyüyüb də, yəqin bu yarmadır da, buğda yarmasıdır, bununla böyüyüb. Nəysə. Sən zibilə qalasın. Altı deşiymiş. Bir şey olmaz. Neysə. Bu arada hinduşkanı apardım yine. Sonra atama demişəm ki, atam aldı yemi. Al, broiler 2 nömrə yemi al. Gedib aldığı yemə bax. 1 nömrə balakən yemi alıb. Balakən yemi okey də. Yaxşı yemdir, balakən yemi. Mətanət bacı var. TikTok'da da kanalı var. Mətanətin cücələri kanalı, TikTok kanalı. 100.000-də yaxın bəlkə keçik takipçisi var TikTok'da. Onun təriflədiyi yemdir. İşlətmişəm də, bəyənirəm. Amma ki, mənə 2 nömrə lazım. 1 nömrədən mən neyinirəm? Mən səhv edəmirəmsə 2 nömrəsi ya da bundan sonra gələni 715 idi, yoxsa 615 idi. Məncə 700 idi, nəsə daha yadıma gəlmir. Yazmışam ki, 2 nömrə alarsan 7 manatlıq. Bu da gedib bundan alıb 7 manatlıq. 2 nömrədəki bundan da ki 2 manatlıq alıb, nə alıb anlamadım ki. Əslində bundan almalıydı. Beynim error verdi. Mən bu 7 manatlısı. Bunu nə alıb? Bunu necə alıb? Bunu niyə alıb? Mən neysə. Sonra 2 manatlıq deyəsən bunu yazmışdım. Qardalı qırığı. Bir dənə bu düzdür. Buğdan da bilməm. Herhalde düz alıb. Bunu istəyirəm heyratlara verim. Heyratlara yemlə keçmək istəyirəm yavaş-yavaş. Çünki artıq neçə aylıqdılar. Fərə hardasa oldu 4 aylıq. Olub da 4 aylıq. Xoruzdakı bu ayın 25 olacaq 4 aylıq danışamadım.
Hinin qabağındakı yer var idi, ora aparmışam, nəysə. Yəni deyirəm bunu buradakiləri verirəm, bunu heyratlara verirəm, yavaş-yavaş qaradalı qarışdıraram. Deyə buğda qırığımız da var. Varım da olmağına. Hər nəysə, buğda qırığı ilə qaradalı qırıq qarışdıracağım. Biraz da bundan qarışdıracağım. Yavaş-yavaş keçəcəm. Ki yetərlidir artıq. 4 ay olur. Yavaş-yavaş keçim. Keçim. 2 dənə heyvan zaten. Nə qədər olmasa gedir də yem. Çatdırmaq olmur. Yəni həm bunlar falan var deyə ona artıq buğdaya falan keçmək istəyirəm ki, yəni bəsdir, nəysə. Bunu açmamışam. Balakən fabrikindən gəlməyim. Protein dəyərim baxa bilmirəm hal-hazırda. Burada yoxdur çünki. Amma onu bilirəm ki, yaxşıyımdır. Neysə, keçək şeyə, kürtün balalarını göstərim sizə. Gəldik bura. Yenə mi mən bunları göstərməliymiş görürəm. Deməli, ördəyimiz tüklənir üstü. Baxın, tükləri yox idi bunun. Tüklənir. Baxın, kürəyi tüklənir. Şurən deyə çişidir. Minişkalarımız gəl bura. Gəlin bura. Baxın, möcüzə qızımız. Ayağını tükünü göstərim sizə. Ən az bunda da tük ayağında. Ən çox olan budur. Ən irisi də budur. Fərə də bu. Həm göstərə bilsəm. Amma neysə. Bu da xoruzumuzdur. Orta tüklüdür bu ayağı. Sonra Qara Murada oxşayan biri var, o daha çox oxşur Qara Murada. Gəlin bura. Gəlin bura. Hinduşka keçir və Allahu Ekber. Deməli bunlar neçə aylıqdır? Mayın 5-i oldu bunların 2 ayı. 2 ay neçə günlüydü bunlar? Bugün ayın 8-i. 2 ay 3 günlüydülər. Pis deyirlər o kadar. Bu arada bu fərə oxşur, xoruz oxşur. Bir də ki nənəmgildə var idi, 3 dənə deyirdim. İndiki erkeğimizin bacısı dişidir, bildiği zaten. Diğer ikisi bir erkeği bir dişidir. Ama üçünde dişi olmağını istəyərdim. Ama ne yapayım? Niniyək, qismət. Neyse, qaramla da oxşaya baxın. Sonra bunlar ikisi, fərədə ikisi də. Xoruzdur, fərə nə idi? Diğeri düz balta bipiydi, o fərədir. Baxma. Hamısı da sağ salamat, böyütmüşəm. Çox şükür, ya Rəbbimə. Bunlar da yem olaraq elə broilerin 2 nömrəsini verirəm. İndi keçək, yine həyətə düşək. Gedək oradakı heyvanlarımızı çəkək. Gəldik yine. Bu günləri leysan idi, yağış idi, yerlər yaşdı. Saat 1-3'dən sonra falan güneş çıxdı. Yine alaqaysa artıq bilmirəm. Vallah başım çıxmır bu havalardan. Neçə illərdir bu Qubada yaşadığıma baxmayaraq, neçə illərdir bu hava şəraitinə öyrəşməyimə baxmayaraq hələ də şokdayam. Buradan açıq yaratlarımıza baxaq, ninirlər. Baxın, su qabı ilə bir şey qoydum, yem qabdakı. Yumuşak yem qabı taxtadan belə. Baxın, belə. Bu arabayla çıxartın deyiləm, 40 düşər bunlara. Yerlərinəmdir. Maşallah yazmağı unutmayın. 3 ay neçə günlüydü? 13 günlük olmalıdır. Səhv eləmirəmsə. Maşallah bizi alaram. Keçin içəri. Ördəklər də bir neçə gündən sonra sürüyə qarşılamaq istəyirəm. Yiyiblər buram, yenə bunlar. Baxın. Böyüyüblər. Kusuruna bakmayın. Çox tez batırırlar. Hinduşkamız yoxdur, kürt bastırdıq tezdən onu, nənəmgildə. Yuvalardakı maşallah alta qoymuşdum, necəydim. Toyaq oturub neysə. Bu arada bir şey danışmaq istəyirəm. Ay inşallah bir şey olardı orada. Bax, bir 3 gün əvvəl burada 2 dənə lal ördək var. Krasnodar dönməsindən Krasnodar ördəyimiz. Orada yuvadakı burada toyuğum tutuyordu. Gördüm o bir tərəfindən yeşiyin. Böyle çukur açıblar ama heç nə yoxdur içində. Fikirləşirəm bəlkə ördək eləyib. Bakın burada toyuq yumurtluyor, 3 tane yumurtluyor. Ama orada bir çukur açmıştı, derin çukur. Ama neyse. Deməli burada
İtkimiz çok şükür hələ ki yoxdur. 2 dənəsini itirdik. Niyə görə? Koksidilyoza görə. Baxın, biri oydu, öləcəkdi. Müalicə edirəm. Biri də var idi. Biri də buydu deyəsən. Kışt, bayquşlar oradan su içməyin. Anasız qalmayasınız. Kışt, kışt, kışt. Qərətləyib çıxartma. Kışt. Suları bitib, suların. Kışt, 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 kışt. Kışt. Palçılı sudan niyə içirsiniz? Ay bayquşlar. Kışt. Kışt. Yerləri dünən yox, ondan əvvəlki gün dəyişmişəm. Dəyişim gərək tezdən. Siz bunları mən salım, belə sala bilmirəm. Suları falan tutarıq belə. Amma ki bunlardan yəni şey çıxsaq, o koru, o əvvəlki ikisini çıxsaq 20 dənə qalıb. 22 dənə mi nəsə böyle şey qalır, bəlkə də azdır. 20 dənə qalıb, bax onu biləm. 20 ola bilər, neçə dənəsə eləmədi. Bunları deməli amprolim müalicəsi eləyirəm. Başımıza da, mənim başıma nə oyunlar açdı bu koksidilyoz. Neyse, ışıqlar oynuyor, mən gedim. Deməli, qaranquşlar gəlir. Bura bir cüt qaranquş var. Nəsə yuva eləmək istəyir. Mən gövdəsindən çıxdı, bayra qaçdı. Nəsə yuva eləmək istəyir, gəlir mənə. İkisi gəlir, axşamlar qalır, səhər-səhər açıb. Toyuqlara baxanda açıb buraxıram, çıxıb bilirlər. Amma daimi açıq qalmırdı. Yemin qapısı və yaxud pəncərəsi. O necə olacaq, onu bilmirəm. Həmçindəki bunlar yuva eləmək istəyirlərsə də bunların balaları necə olacaq? Anlamıram ki. Yine də təmizlik gəlib, sabah hazırda təmizliyim gərək. Ay. Anam ot dizip töküb qabaqlarını yesin deyə. Bunları bağa bıraxın. Qalsınlar. Ay, nə danışacağım? Dünən yox, ondan əvvəlki gün. Deməli, bura çəpərə çolpaları bıraxmışam, göstərdiyim çolpaları. Bunları da çıxartmışam bayrağa. Qapını da bağlamışam, çəpərin qapısını ki, girməsinlər içəri. Evə girdim, nə yalan deyim, gün ərzində yemək yeməmişdim. Axşam idi, axşamüstü idi, hava qaranlıq idi. Dedim, tez gedim yemək yeyib çıxım, sonra yenə başım qarşıya yeyə bilən deyiləm. O da ki 2-3 dəqiqə çəkdi. Yedim, girdim mətbəxə, yumurta qoymuşdum cələr üçün. Ona baxmaq istəyən girdim, bir adım atdım içəri mətbəxə. Gördüm, bayırdan toyuq səsi gəldi. Dedim ki, yəqin xoruzdur, toyuğu minmək üçün qovur da. Sonra birdən işarə gəlirmiş kimi dedim, nə xoruz, gedim bir baxım, nəsə olar da sonra deyəcəm, keş baxardım. Ona gedib baxım, gedib gördüm tülkü. Bəxtimdən toyuqlar yığılıb çəpərin dibinə. Tülkü də biraz, onlardan bir 7-8 metr o tərəfdə. Bəxtimə çıxmasaydım, aparmışdı hansı heyvanımı. Yenə Allah qorudu, saxladı, çox şükürlər olsun. Hinduşkamızı çıxartmışam, bilmirəm, yumurtamır deyəsən. Bundakı 7 dən yumurtası var idi, bayquş. Mənim də səhvim oldu. Yumurtaları yığdım altına. Eşəliyib, ikisini sındırdı, birini çatlatdı, pişirdi, cücələrə verdim. Yox, 8 dənə yumurta. Nəsə 4-5 dənə qalıb, baxıb 5 dənə olmalı bəlkə də. Nəysə axı. Belə. Amma yumurtamırmı, yoxsa yumurtayıb sındırırmı, neynir, başım çıxmadı. Sonra dünənləri attım bunu bayra. Amma bilmirəm, indi yumurtayar, yumurtamaz. Öz qərarıdır. Soğular ördək. Krasnodar dişimizdən bu cütləşir. Neçə vaxt bu cütləşir. Deməli, hinduşka ballarımızı nə vaxt gətirəcəm? Bugün əslində gətirməliydim bir neçə günə. Nənəm dedi ki, sən onlara yem çatdıra bilən deyilsən. Çatdıracaqsan, yəni. Dedi ki, nə vaxtda dedi? Ayın 20-sinə, 22-sinə belədir. Tətilə buraxılandan sonra alarsan. Gətirərsən dedi, özün üçün apararsan. Deməli, bir 12 günə falan gətirəcəm. 10-12 günə. 12-13 günə deyək belə. Baxır da çox qəşəngə baxır, maşallah olsun. Yəni kökəliblər də, böyüyüblər də, qəşəng maşallah. Yaxşıdır. Yaxşıdır, çünki mən çox yem verə bilmirəm. Həmçinin yumurta da vermirlər deyə
verirlər yəni. Nədir onun adı? Yumurtanın da o da qiyməti yoxdur. Bu arada nə yadıma gəlmişkən deyim. İstəyirəm ki, bu liderləri ikisinin, bir də ki, o sarı fərə var, o sarı fərə. Onları deyim, kəsim, satım. Niyə yavaşlanmışdım? Qeyrisi 5-dən deyil. Hə, nəsə eləyir, satım deyirəm. Sahibləndirim. Hər nəysə. Nə bilim, 15 olar, neçə olar. Hə, onun yerinə deyirəm, 7 manata falan çorpalar var. 1-2 aya yumurtamalı çorpalar. Ondan alım. Bax, bunlar 1 yaşı keçiblər. Ya da az qalıb, keçməyiblər. Yumurta yoxdur. Başlarına daş düşsün bunların. Yumurta yoxdur, ancaq yeyə yatırlar. Pipi də çıxmır bunlarda, anlamıram. Deyirəm, bunlara heç olmazsa satım, ət var. O yaxşıdır, məsələn. Qəşəng ağırdır. Bu da normaldır. Digər sərfərə də normaldır. Sonra qırmızı xoruzumuz da 1-2 gün aparacaqlar. Yoxsa aparıblar. Aparsıla mən görürəm də bayırdadır. Hə, 1-2 gün aparacaqlar. Yəni, algısı var. Başqa. Başqa da heç nə. Belə işlər. Orada heç uçmaq istəyir. Bayquş uçub çıxacaq bayra. Birisi də uçub getdi. Krasnodar dönməsi uçub getdi. Bayquş uçubdu. Bu uçanmadı, o birisi uçub getdi. Neysə dostlar. Sağ olun, videonu çox uzatmayayım. Özünüzə yaxşı baxın. Hələlik bir heyvan da yoxdur ki. Min şükür, min şükür. Yəni belə fərqli heyvanlarım yoxdur, səhvim zatim. Ki videolarımız uzun olsun, maraqlı olsun. Bilməm, videolarımız maraqlıdırsa videomuzu bəyənək, kanala abunə olayıq. Hə, belə. Neysə. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Görüşərik. Hələlik.